Mərhəmətli və rəhimli Allahın adı ilə Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm demişdir, kim bizim bu işimizə, yəni dinimizə ondan olmayan bir şeyi əlavə edərsə, o rədd olunar. İslamda cəmi 2 bayram var, Ramazan və Qurban bayramı. Qaldı ki, ildə bir gün təyin edib qadınları təbrik etməyə, oysa İslam bizə qadınları 365 gün ərzində başımızın tacı edibdir. Qurana baxsaq, kişilərə aid surə yoxdur, ancaq qadınlara aid xüsusi uzun bir surə var. İslamdan öncə qadınlara mirasdan payda düşmürdü. Cahiliyə dövründə qız uşaqlarını diri-diri bastırırdılar. İslam qadını qır-qızıla, zinət əşyalarına bənzədir və zinətin müzrədə saxlanıldığı kimi qadına da hicabı əmr edir. Peyğəmbərimiz qadınları şüşəyə bənzədir. Buyurur ki, şüşələri sındırmayın. Mömin kişilərə əmr edir ki, qadınlarınızla gözəl davranın. Yəni, ildə bir gün deyil, hər gün. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdur, kimin 3 qızı olsa, səbr edib, onları böyütsə və malından onlara xərcləsə, o qızlar onu oddan qoruyan bir sipər olar. Başqa hədisdə 2 qızı olan da deyə buyurulur.